Həyatda söyüşü çıxmır ağızlarından. Düşmür, düşmür. Kuruqları da hamısı kişi. Səhərdən axşama kimi də klublarda. Bilənlər bilir kimləri deyirəm. Elələrin adını çəkən yoxdur bacı. Bu yaz adamın daşı nə qədər ağır olar ay bacı. Ha sən sus, iyilənmiş toyuq. Bu 7 ildə Ləmanın bir dənə qrexini tapa bilmədilər. Göstərdikləri şeylərdə Ləmanın özünün çəkdiyi şeylər. Falan qızla danışdı. Yox, bunlar şeylə danışır ancaq, şpankələrlə. Görüntülü danışıb ərə gedirlər. Bunların əli heç oğlan əlinə dəyməyib. Həci xanımlar, bəsti xanımlar. Arvadları onun bunun boynuna tatı vuranlar, tatı vurmaq pis şey deyil ha uşaqlar. Mən tatı vuranlara pis baxmıram. Prosta onun bunun qızına söz atanlar getsin arvadları onun bunun boynuna tatı vurur. 100 dənə kişi əlinə dəyir. 100 dənə kişi boynuna dəyir əlləri. Getsinə biraz öz arvadların qiriyyəti çəksinlər. Mənim yox. Xahiş edirəm. Kimdə nə yoxdur ondan danışır. Конечно, kim necə də elə görür. Kimin əli Ləmana çatmır, kim Ləmandan abişnik qalır, başlayır. Buradan sipariş verir, söydürür Ləmanı. Sən ömür boyu yana-yana da qalacaqsınız. Çünki əlləri çatmıyor başqım. İnanın Allaha, əlləri çatsaydı Ləmandan yaxşı qız olmazdı. Quran haqqı, biri sizə tamah salsın, üz verməyin, sizdən pis adam olmayacaq, sizə yaxmadıq. Adi real həyatdan götürün, bir dənə oğlanla danışırsınız, atıb çıxıb gedirsiniz, hə? Çünki əli sizə çatmıyor, baxı, qalır yana-yana abişnik və başlayır paxıllıqdan atmadığı şərlər qalmır. Bu realda da belədir, az görmürsünüz belə şeylər. Nə qədər normal, və o gün bir dənə qızla oğlan ayrıldı, Səbiş. Parfümdən oğlan. Oğlan qıza yaxmadığı qara qalmadı. Ağzına gələn qız onun yanında olanda qiriyyətli qız idi, ayrılanda qızdan pis qız olmadı. Bunu özlərinə kişilik bilirlər. Amma elə kişilər var ki, qız onun yanında yemədiyi pox qalmır. Yenə də deyir ki, mən o qızın heç nəyə görməmişəm. Çünki o kişidir. Onun ulğumu var, onun namusu var, onun qiriyyəti var, onun anasına, bacısına hörməti var. Onun oğlanlığı var. Onun özünə hörməti var. Onun 5 dənə oğlanın yanında hörməti var. O gələndə oğlanlar durur ayağa. Amma elə oğlan var ki, o gələndə cəmaat boynunun dalına vurur. Bu həyatda kişi görsənmək asan deyil, kişi olmaq asan deyil. Hər şalvar geyinən kişi olmur. Hər nəsə daşıyan